Salam əziz izləyicilər, mən Sabiri Salatın riyaziyyat və məntiq müəllimi. Bugün yenə bir sualın izahına baxacağıq. Bu da 2022-2023-cü il qəbulunun riyaziyyatın 7-ci sualı olacaq. İki qardaşın yaşları 2,4/1 və 1,5/2 ədədləri ilə düz mütənasibdir. Bu iki qardaşın yaşları cəmi 100-dən kiçik olarsa, yaşları fərqi aşağıdakılardan hansı ola bilər? Və mötərizədə də qeyd ediblər ki, qardaşların yaşları natural ədədlərlə ifadə olunur təbii ki. Demək istəyir ki, bir qardaşın yaşı 2,4/1 x, birinin də yaşı 1,5/2 x-dır. Biz bunları bir düzgün olmayan kəsrə çevirək. 5/7 x. Yəni burada x elə bir ədəddir ki, həm 4-ə, həm 5-ə bölünür. Bu hansıdır? Bu ədədlərin içərisində ən kiçiyi nədir? 20-dir. X-i bir dəfə 20 qəbul edirik. Bu zaman nə olur? Bir qardaşın yaşı olur 45. Bir qardaşın da yaşı olur 28. Və baxaq görək, şərti ödəyirmi? Yəni bu iki qardaşın yaşları cəmi 100-dən kiçikdirmi? 73 edir. Şərti ödədimi? Ödədi. Bəs yaxşı, araşdıraq görək. Başqa bu şərti ödəyən var. X-i bu dəfə həm 5-ə, həm 4-ə bölünən 40 götürək. 40 götürsək, olacaq 4-də 9 vurulsun 40, bu eləyəcək 90 və 5-də 7 vurulsun 40, bu da eləyəcək 56. Bu iki yaşın cəmi edəcək 146 və bu da bizim şərtimizi ödəmir. Deməli, bizim şərtimizi ödəyən budur. Bir qardaşın 45, bir qardaşın 28 yaşının olması və cəmdə 100-dən kiçikdir. Amma bizdən nəyi soruşur? Fərqini soruşur. Deməli, 45 çıx 28 bərabərdir 17 olacaq. Cavab B bəndi.